How are you ne deməkdir? How are you? Sonra da how are you. Nə deməkdir? Deyim, how are you? Anaya necəsən? I am good nədir? Demədim bəyəm, yaxşı. I am good hara, how are you hara? Mən sağ deyirəm, how are you? Yəni necəsən? Sən də deyirsən, I am good. Hə, o sözün qabağında onu deməliyim. Hə, bildim, aha. Sonra deyəcəm ki, what are you doing? What are you doing? Hə, what are you doing? Nə yapırsan, nə inirsən, nə iş görsən? Sən deyirsən ki, I am at home. I am at home. Hə, at home, at home. At home. Hə, yəni evdəyim. Hə, at home. Öyrədəcəm sən. Öyrədəyim mən, öyrəd. Gedərsən Dubai eskiyə, Dubaya, oradan qızılar, ərəb qızılar getir. Baş üstə. Ərəb qızılar getir, bax olur o. Mən ərəb qızını hardan almaya qalır? Gedəsən Dubaya. Dubaya gedəndən sonra otursan orada, iskamekanın üstündə otur, bir dənə baxırsan ki, Qafqara ərəb qızı oturdu orada, qolunu, bu boğazı qıqır qızıllı, boylu buxundan o zaman. Mən bunu istəməyə elə bir ki, bir yaxınlaşdır. Onlar öz millətdən xoşlanmır. Yox, axıq deyil, geçsin. İndi qulaq as, indi mən bir yaxınlaşdır tutalım. Mən yaxınlaşın ki, pul istəmək istəyim. Nətə deyim ona, mənə pul ver. Give me that money, please. Mahzəmdə olsa pul verin deyək. Nə uzun oldu? O da deyəcək ki, how much? Nə qədər? Hə, neçə deyim mən ona? Şimdi deyən ki, 5 dalında da sıfırlar deyən. 5-0-0. 5-0-0 dolları. Əlini belə göstərir, bölünə də bunları göstərir, belə hər sıfır. Sıfıra da dediyin ki, nə yadından çıxdı? Düz deyirdim ama. Görək nə telefonu deyir. Nə pişirəsən, dolma. Sizi yollayır. Sən də yollayacaq. Yox, mən getmirəm. Sən get oradan qızılar al. Yox, da. Qız mənə apar verə o zombilərin əlinə. Mən Ursetə gedəcəm. Mənə apar verə zombilərin əlinə. Niyə zombilərin əlinə apar verəm? Dubanı get, dubanı gəz. Mən də şeyi gezəcəm. Onlar zombi kim adamdır? İllənir və ətlərinə pisiyi gəlir onlar. Şeylərin gəlir. Qarıqçılardan gəlir. Yox, ben nə bilim, mən necə deyəcəm bu qarıqçılar? Onlar ətir vurur, çanaya matmazlayırlar. Yaxdırırım var. Gəlsin ona. Nə bilsə ki, eləmirsən adamı deyirlər elə bir. İndi oraya gedib gələnlər. Yarpaq. Salam baboş. Qaraçılar qucağına alıb baboş. Yox, o gün bir qadın yaxınlaşıb mənə pul istəyirdi, deyib bu daydı. 20 yanvar tərəfdəydi, neydi? Yaxınlaşdı pəncərəyə dedi. Biri gəldi, cavan gəlirli idi, biri gəldi. Pəncərədə maşını yeni vurdu, üstün zaman belə cavan gəlin üstünü geymişdi. Allah, biri gəldi, o pisi gəlir. Göz tanıyasın. Tez onu cavabını. Sən də arvada ətir vursan da? Tepeyen o deşiyak, mən Dolce Gabbana vurdum, bir də Chanel Matmazel vurdum. Matmazelin üzrə orada yazmış ki, forman, yəni kişilər üçün. Chanel'in kişi üçün də var, qadın üçün də var. Sən nədir vursan? Qulyabani. Gedir o şey... hopi. Qıranla ətirləri doldurur. Qıranla deyil, hopi. Yox, qıranla doldurur, əndəli, ətiri bahalı. Ortada köynəyinin burasından çıxardığına baxdım, hopi idi, fıskırdır üstünə. Gedir... Buradan tualetə gedən kimi is uçur. Gedir bahalı ətir qablara, ucuzluqlar vurur, ki, bahalı doxudur. Diyor ki gel Bakü'ye, ben Bakü'de kalmıyorum. 3 saatlik yol aramızda fark var Bakü ile. Elə bir tutaq ki Antalya ile İstanbul gibi de. Ben başka şehirde kalıyorum, o başka Bakü'de kalıyor, paytaxtda kalıyor. Diyor ki gel tanışalım, şimdi gidip tanışacağız, alınsa evleneceğiz, alınmasa evlenmeyeceğiz. Tamam, o zaman ona göre bana haber verirsin, annem sana kız bakar. Eğer olursa evlenirsin, olmazsa... Diyorum ki tanışacağız, peki hiç benim karnımı beğenmeyecek. Evet, bir danışın. Ha? Bir danışın, konuşun. Olmazsa benim mama baksın sana. Ha. Mama da şey sanki hemen buldum sipariş bir hemen bulunur mu kız? Bakkaldan domates ya da ekmek mi alacağım? Abaşköy'de diyor, merkezde değil. Köyde öyle de rayondur. Orası köyde. Evet, sen kalıyorsun İstanbul'da, ben kalıyorum İzmir'de. Öyle. He. İlçeymiş, tamam. Rayon. Bu gibi işte. Burası gibi, evet. Bursa gibi. Askeri. Ne olur Asköy'e kendi beğenmiyorsunuz. Katığı ketten getiriyorsunuz. Yumurtayı ketten alıyorsunuz. Camış katığı ketten alıyorsunuz. Ketçileri mi beğenmiyorsunuz? Kendi yazıcı. Ketçileri mi beğenmiyorsunuz? Ketçiler olmasa aşından kırılırsınız. Biliyor musunuz? Ketçileri beğenmiyorlar. Ketçiler olmasa aşından kırılırsınız. Yaz. Koyunu, pendiri, sütü, katığı ketten yiyorsunuz. Göre kendi beğenmiyor. Kendi. Ne olsun? Oy babasın ya. Baboş, benden var mı bir isteğin? Yok, senden yok.
Ben sana numaramı da attım. Benim gece banım kalkacak. Diğer hesaptan da yine konuşuruz, tamam? Gece neyin kalkacak? Cezam kalkacak 12'de. Ne dedi o? Satıcı spamını. He, da dünən spamas. Bu da spamını. Aha. Ben de Evet. başka şeyi başa düştüm kardeşim. Gece görüşürüz, tamam? Tamam. Hadi seni çok öpüyorum. Allah'a emanet ol. Bana. Seni çok seviyorum. Allah'a emanet ol. Tamam. Ben de seni çok seviyorum. Hadi Allah'a emanet babuş. Allah'a emanet. Aydındır. Babək, amma ki, baxın da, yəni bizim cəmiyyətdə kifayət qədər elə tiktokerlər var, elə sosial media istifadəçiləri var ki, yəni onlar yəni ciddi işlərlə məşğul olurlar, çox, yəni az qazanırlar məsələn. Amma bu günlərin bir çoxlarına məsələn bəzən qıcıq doğurur ki, məsələn indi siz yəqin ki düşünmürsünüz ki, mən takipçi planı üçün bu canlılaşmışam, xeyr. Mən sadəcə doğrudan da jurnalist olaraq zənnimcə sizin kimi insanlarla da bir müsahibə etmək lazımdır, belə düşünürəm. Öz TikTok səhifəmdə nəyə görə? Çünki stereotiplər var bu günlərim cəmiyyətdə. Baboş, Ləman, məsələn, sonra başqa TikTokerlər də var və bəzən belə deyək də insanlar düşünürlər ki, yəni bu şəxslərlə danışanlar, mən açığını deyim, mən bir neçə nəfəri həmkarıma dedim ki, mənim belə bir fikrim var. Bu insanları biraz başqa tərəfdən də suallar verək, tanıdaq da. Yəni bu günlərim dünyanın bir çox yerində belə jurnalistika var, həddən artıq. Mənə dedilər, sən hara, sən çox ciddi bir jurnalist, sən hara, tiktokerlərin səviyyəsi hara və s. Mən belə istatlar eşitdim. Mən açığım deyim ki, yəni bəli, yəni belə bir bu günlərin bir çox TikTok deyəndə nəsə, tiktoker deyəndə orta statistik bir vətəndaşın ağlına mütləq qeyri-ciddi və eyni zamanda heç bir işə yaramayan bir şəxs obrazı gəlir. Yəni siz nə dərəcədə bununla razısınız? Bax, bu stereotiplə, bu qəbul olunmuş belə bir belə sözlərlə, belə bir imiclə. Ümitimən olur ki, köşək kofta, saçımı böyle daramışam, ümitimən olur. Çox da gözəl erkek imitidir. Yəni ortadan ayrılmamışam, gimbal giyimdən. Ümitimən olur, ümitim köşəkdir. Bakıda indi imiti gələnlər, baba burasını qırxır, buradan belə xət qoyur. Buradan da belə ağardır, ililmir şuna. Babək, bundan başqa deyirlər ki, Babək qalem vaginaldır, indi baboş deyirlər. Baboş durduğu yerdə qalem vaginaldır, biri deyir ki, yox, onun deyil. Və ümumiyyətlə, doğrudan mı sizə bu qədər hədiyyələr göndərilir, yoxsa bu sadəcə bir görkəmdir? Bəzən müğannilər verilişlərə gələndə deyirlər ki, mən filan mağazadan xahiş edən bir saatlıq gül göndərin, deyim ki, sevgilim bunu göndərdi. Yəni, nə dərəcədə düzgündür?